Yaşam koçları düzdür, Türkiyədə falan var, xaricdə var, amma bizdə hələ ki yaşam koçlarının bu qədər nəsə bir dəyişiklik edib, nəyisə dəyişməyini hələ ki görmürəm. Çünki yaşam koçu elə psixoloq kimi bir şeydir demək olar ki, yaşam koçları çalışırlar ki, nələrsə dəyişsinlər, amma hələ ki elə bir rezultativ nəticədə, yəni siz tanıyırsınız ki, tanınmış yaşam koçu, mən hələ ki Azərbaycanı tanımıram. Yaşam koçu əslində cadu əməl təmizləyə bilməz. Yaşam koçu sadəcə olaraq insanı daha da önə çıxmaq üçün, daha da gizlin qalan potensialını açmaq üçün, önə çıxartmaq üçün, məsələn, bir insan 15 ildir məsələn ofisant işləyirsə, amma daxilində bir memar yatıbsa, yaşam koçu onu irəli çıxardır, ona stimul verir. Yəni psixoloqdan o qədər də fərqlənmir, amma daha çox inandırıcı olmalı yaşam koçu. Amma cadu təmizləməzlər yaşam koçu mümkün deyil əslində. Yəni özləri də təsdiq eləyir ki, onlar elə bilmir. O əslində düz deyirlər, çünki onların peşəsidir yaşam koçlarının ki, insana özgüvən vermək, özünü daha inkişaf elətdirmək. Ona görə dedim ki, yəni onlar düz deyirlər. Hər kəs ümumiyyətlə mən məsləhət görərdim ki, əsas iç intuisiyasına, iç səs deyirlər də, ona inanmalıdır. Çünki ona inanmayanda artıq sabahsı günü bir səhv olanda deyirsiniz ki, ayda mən bilirdim bu belə olacaq. Ekstrasens insanın mənfi aurası deyəndə ki, o cadudan yaranan mənfi aura olur, ya da ki, insanın pis düşüncəsindən yaranan mənfi aura olur. Pis düşüncədən mənfi auranı biz yəni təmizləmirik. Sadəcə olaraq yaşam koçu dediyiniz, bax onlar idarə edə bilər bunu. Amma cadudan yaranan mənfi auradırsa, yəni mənfiyə doğru insan gedirsə, problem yaşayırsa, onları biz təmizləyirik. Hər kəsin də öz yolu var, onu yəqin ki, mən demərəm. Çünki axır vaxtlar fikir verim sosial şəbəkələrdə. İllər öncə nə danışmışamsa, indi başlayıblar hamısı onu təkrarlamağa, danışmağa. Yəni özləri bir mövzu tapmırlar, yəni bilmirlər, heç bilikləri də yoxdur, savadları yoxdur. Mən illər öncə bir 12 il, 10 il bundan qabaq danışdığım şeyləri indi başlayıblar danışmağa. İnsanın həyatında yalnız və yalnız 3 şey dəyişmək olmur. Bir doğum tarixini dəyişmək olur, bir ölüm tarixini dəyişmək olur, bir də uşaqların sayını dəyişmək olur. Qalan hər şey dəyişmək olur. Hər şeyi uzaqlaşdırmaq da olar, yaxınlaşdırmaq da olar, dəyişmək də olar. Yəni insanın öz əlindədir ki, öz taleyini yaşasın. Çünki o biri dünyada siz cavab verirsiniz nəyəsə görə, yaşadıqlarınıza görə cavab verirsiniz. Əgər ki, bu sizin taleyiniz olsaydı, o zaman sizi o biri dünyada sorğu-sual etməzlər heç vaxt. Deməli, bu həyatda yaşadığınız şans, həyat sizin əlinizdədir. Nə qədər səhv edəcəksiniz, nə qədər düz yaşayacaqsınız, o da sizin əlinizdədir. O insanda əgər mənfi bir şey varsa, deməli insan gələndə özü zaten fikirləşir ki, nəsə düz getmədiyini həyatında. Sadəcə o insana inandırmaq üçün ki, onun həyatında nə baş verib, yalnız düzgün, doğru tarixi demək lazım ki, məsələn 2 il öncə, 2 il 2 ay öncə sənin həyatından başlayıb məsələn əks getməyə. O insan da həqiqətən də fikirləşir ki, doğrudan da elə 2 il 2 aydır. Yəni üst-üstə düşürsə, o zaman inanır və əməli təmizlətmək istəyir. Yox, əgər deyirsinizsə ki, səndə problemlər var, işin alınmır, uğursuzluq var, nəsə var, ümumi sözdə istifadə edirsinizsə, əlbəttə ki, o insan sizə inanmayacaq. Mən çalışıram ki, çox şeyi insanın özünə deməyə, sadəcə olaraq, məsələn, əgər insanın ölümünü, məsələn, 3-5 ildən sonra təsadüf edirsə, onu demirəm. Amma məsələn, 1 həftə, 2 həftə, 6 aya qədərdirsə, onu deyirəm ki, çünki insan layiqdir öz xoşbəxt həyatını yaşamağa son vaxtlarını. Hətta belə bilsə belə öyle. Cadudan ölümdürsə, deyirsən ki, bu cadudan olmuş bir şeydir, onu təmizləmək lazımdır və o adama elə bir dəlillər, sübutlar danışmalısan, deməlisən ki, o inansın ki, bilsin ki, həqiqətən də görüb deməlisən ki, bilsin ki, belə bir şey var. 5 il deməzdim, amma 20-30 il əvvəldən desək, indi fərq ondadır ki, hal-hazırda insanların şəkilləri çox asan yolla əldə etmək olur. Digər insana, məsələn, nəsə etmək üçün şəkilləri rahat, əvvəllər məsələn, toy şəkilləri idi, kasetlərdən tapırdıq, çətin olurdu. İndi çox asanlaşıb, rahatlaşıb, sosial şəbəkələr var. Ona görə rahat şəkil tapmaq olur. Ekstrasensliyin amma özündə elə bir böyük bir fərq yoxdur. Bəli, əvvəllər daha çox insanlar bilmirdi, xəbərdar deyildi bəzi şeylərdən. Qıfıl götürürdülər, bağlayırdılar, nəsə atırdılar dənizə, baxıcılar deyildi, onlar da atırdılar. Artıq bəzi mütəxəssislər içindən daxil olmaqla məlumat vermişik ki, demişik ki, yəni qıfıl atmaq dənizə olmaz. Əksinə o insan bağlayır, açmaq söhbəti deyil. Ona görə insanlar artıq bizim danışıqlarımızı eşidirlər, bilirlər, maariflənirlər, belə şeylərə atmırlar. Vacib bir məsələ var, onu demək istəmirəm, vurğulamaq istəmirəm. Amma digər müğənnilər haqqında verdiyi müsahibələrin 99% demək olar ki, həyata keçib. Elə bir şey olmayıb ki, həyata keçmir. Hətta elə olur ki, müğənninin özü belə illər sonra zəng vurub ki, bəs siz vaxtı ikən belə bir söz demişdiniz, hal-hazırda həyatımda o baş verdi. Onunla bağlı daha ətraflı bir şey öyrənmək istəyirəm sizdən. Belə bir şeylər olub. Hal-hazırda müraciətlərin çoxu
biznes sahəsi ilə bağlıdır. Biznesin irəli getməsi, biznesin inkişafı. Bir də ailə məişət söhbətləridir təbii ki. Çünki bildiyiniz kimi boşanmalar günü-gündən artır. İnsanlar daha çox xəyanət etməyə meyilli olublar. Söhbətlər artır ailədə. İnsanlar belə deyək də ailə içi bir-birlərini eşitməməyə başlayıblar. Yəni bir-birlərini dinləmirlər. Qadın xeylağa gəlib ki, yoldaşım məni çox pis döyür evdə. Hədsiz dərəcədə döyür, atam yoxdur, qardaşım yoxdur, canımı qurtara bilmirəm, heç yerə gedə bilmirəm. Ona görə xahiş edirəm, eləyin ki, sakit şəkildə biz boşanaq. Çünki boşanmağa da qoymur, hədə qorxu gəlir, ölümdən hədələyir məni. Ona görə xahiş edirəm, kömək edin ki, sakit şəkildə boşanaq. Amma beləsə sırf gəlib kimsə desin ki, fikrimi dəyişmişəm, evli olmaq istəmirəm, ayır bizi, elə şey əlbəttə ki, mən eləmirəm. Xəyanətlər hədsiz dərəcədə çoxalıb, özüm də başa düşmürəm nə ilə əlaqəlidir. Bir də insanlar get-gedə daha çox paxıllaşma daha çox geniş yayılmaya başlayır. İnsanlar daha çox paxıllıq eləməyə başlayırlar və o tək qalan xanımlarımız da maşallah günü-gündən çoxalır. Onlar da hər bir ailəni dağıtmaq üçün belə deyək də kişi görən kimi nəsə eləyib onu əldə saxlamaq istəyirlər. O ruhlar deyir də cinlərdir, mənfi cinlər deyirsiz onlara. Olur, cadugar onu eləyir və öz cadusuyla bir yerdə həmin o cini də göndərə bilir. Cin ya insanın içinə girə bilər, ya da ətrafında ola bilər. Ən çox vaxtı ətrafda olur, yəni daxil olmur cin. Çünki o biraz çətin məsələdir. Ətrafında olur və onu idarə edir. Həmin o insanın bədənini, ruhunu, fikrini, hamısını idarə edir. İnsanda havalanma gedir, əsəb gedir, qızıq gedir hamıya qarşı, özünə qapanma gedir. İnsan çinmir. Məsələn, gec-gec çimir. Birinci gec-gec çimir, sonra ümumiyyətlə ola bilsin ki, ümumiyyətlə çinməsin. Özünə baxmır, qapanma gedir, evdə hamıya qarşı aqressiya, yuxuları pozulur, ümumiyyətlə yata bilmir. Yatırsa da, yadınıza saxlayın, saat 3-də oyanmalıdır bu insan. Cini olan insan 3-də oyanır. 3-də o saat 3 radəsi, gecə 3 radəsi, həmin o radədir ki, bütün qapılar açılır və portallar qarışır bir-birinə. Və bütün mənfi ruhlardan bir yerdə yaxşı ruhlar da çıxa bilər. Ona görə 3 tamamı bu insanlar üçün təhlükəli bir vaxtdır. Həmin insanlar oyanırlar, ayılırlar. İnsan evdə oturursa, baş ağrısı varsa, ayaq ağrısı varsa, bel ağrısı varsa, yuxu pozuntusu varsa, əsəb gərginliyi varsa, bu birinci siqnaldır ki, bu insanda nəsə var. Digər şey, işləri alınmır. Bu insan fakt gedir, işdə alacaq, bir dənə iş alınmır, 2 dənə alınmır, 3 dənə alınmır. Deməli, artıq nəsə var. Yəni, mümkündür ki, bir insanda bütün qapılar bağlı olsun. Şəxsi həyata da gəldikdə, əgər insan təkliyə qapanıbsa, həyatında qadın daxil olmursa, qadınsa kişi daxil olmursa, yəni münasibət qura bilmirsə, problem yaşayırsa, daimi ayrılıq yaşayırsa, göz yaşı yaşayırsa, bu artıq deməkdir ki, nəsə var. Axır vaxtlar Azərbaycana baxıram, hamı ritual şam yeri açıb özü üçün. Hamı da üstünə yazıb ki, bu şamı yandırırsan, pul töküləcək başına, bu şamı yandırırsan, ərə gedəcəksən, bu şamı yandırırsan, nə bilim nə olacaq. Elə bir şey yoxdur qətiyyən. Əgər o şam adi şamdır, o şam rəngidir, hazır rəng vurublar üstünə, o şam olub voskutdan hazırlanan şamdır. Nə dərəcədə bu insanlar nəyə inanırlar, mən başa düşmürəm ki, o şamı alıb yandırır. Özə qəribə fiqurlu şamlar çıxıb. Biri ailə həyatı üçün ürək şamıdır, arvad kişidir, yəni danışmaq istəmirəm, adam əsəbləşdirir. Gedirlər, alırlar, şamı yandırırlar, heç nə də baş vermir. Şam yandırmaq boş söhbətdir. Duz vannası, dəniz duzundan vanna qəbul edə bilərsiniz. Energetikanız biraz yüngülləşdirir. Yoga ilə məşğul ola bilərsiniz. Ondan başqa yəni heç bir şey elə bilməz. Çıxıb meşədə gəzə bilərsiniz, dəniz kənarında gəzə bilərsiniz. O da energetikandaş. Amma durum şam alım, yandırım. Yaxşı da satırlar, maşallah, hamı da tökülüb gedib baxsan ki, o sürət var. Amma o şama dua oxunmasa, yadınızda saxlayın. O şama ekstrasens dua oxuyub verməsə sizə, o şam adi şam sayılır. Əgər şam yandırmaqla hər şey olsaydı, o vaxt işıqlar keçəndə cəmaət hamı xoşbəxt yaşayardı. Qızlar ən çox indi hal-hazırda çox yayılır bu şey. Öz qanları ilə bəzi işlər görürlər öz başına. Eşidiblər ki, çaxıra atsaq qanı içizdirsək, oğlan sevəcək bizi öləcək, amma elə şey yoxdur. Yəni, onun da duası var, xüsusi ritualı var, xüsusi günlər var. Boş-boşuna eləyirlər, sonra qırğın düşür, dava düşür və yaxud da gedirlər hansı internet səhifəsindən oxuyurlar, privarot necə eləyib, getirirlər şəkili yandırırlar, nə bilim, iynə soxurlar oğlanın gözünə, nə bilim, qulağına, hər yerinə. Bir şey eləyirlər, sonra o təzədən əks təsir göstərir, sonra gəlirlər ki, qurban onu xilas edir. Ümumiyyətlə, bu gedib çıxardırsınız, bu cadunu. Elə bilirsiniz ki, çıxartmaqla hər şey bitdi, elə şey yoxdur. Ya yandırırsınız, ya nəsə eləyirsiniz. Cadunu çıxartmaq olmaz, cadunu yerindən tərpətdiniz, o 2 qat artır. Cadu bir yerdə olmur, cadu 3 yerdə olur, yadınıza saxlayın. Heç bir özünə hörmət eləyən cadugar, baxıcı, işini bilən baxıcı. Gedib ancaq sizin qəbrinizdə, qohumunuzun qəbrinə, gedib onu bastırmayacaq ki, gəlib hazır tapıb çıxardasınız. Onu 3 dənə yer eləyəcək. Yaxşı, tutaq ki, biri atılıb dənizə. O çıxardan, cadunun ki, çıxardan, gedib dənizə tullanıb, dənizdən çıxardırsın cadunuzu? Yox.
Ona görə də cadu çıxartmaq bu qalıb keçmişdə. Yəni bunu eləmək lazımdır. O vaxt insanlar bilmirdi, maariflənmirdi. İndi deyirəmsə, cadunu boş yerə çıxartmayın. Çıxartdığınız vaxtdan sizin cadunuz ağırlaşır. Əvvəllər qonaq gələndə insanlar bir-birinə güvənirdi və yataq otağına kimi insan girə bilirdi. İndi hansı birinizin evində qonaq gedib yataq evinə girə bilir? Heç kim girə bilmir, düzdürmü? Siz hamınız fikirləşirsiniz ki, aha, qonaq yoxa çıxdı, deməli nəsə eləyə bilər mənə. Quranda surə var ki, onun tərsinə yazsan ev yana bilər. Heç bir dindar sizə əlbəttə ki, bunu deməz, təbii ki, amma cindarlar eləyirlər bunu.